Doktor xoş gördük. Hoş gördük, teşekkür ederim. Biz bugün millətçiliyin, millət anlayışının tarixindən danışacağıq. Nəyə görə millət anlayışı fəlsəfədən çox tarixə müraciət edir, yəni tarixdən qaynaqlanır. Teşekkür ederim. Bu biraz mübahisəli bir məsələdir. Hətta mən deməli Türkiyədə müdafiə edəndən sonra yeni bir kitab kəşf etdim. Azərbaycanlı Türkiyədə yaşayan bir fəlsəfə professoru. Bu fəlsəfənin əsas məsələlərindən birisi olan biliklə bağlı bir nəzəriyyə yazmışdı. Oradan yola çıxaraq hətta mən bununla bağlı bir məqalə də yazmışdım. Türkiyədə fəlsəfə jurnallarının birisində nəşr olmuşdu. Çünki mən tədqiqatım, dissertasiya yazmağım prosesində təbii olaraq millətçiliklə bağlı türk və ingilis dilində bir xeyli kitablar oxumuşdum xüsusilə nəzəri aspektdən. Bəzisi tamamilə deyək ki, millətçiliyi məsələn Hitler faşizminə görə haqlı olaraq dırnaq içində bütün günahların müsəbbibi kimi qiymətləndirirdi. Bəziləri isə deyək ki, tamamilə deyək ki, hər şeyin həll variantı kimi cavablandırırdılar. Mən isə hiss edirdim ki, yəni sanki mən bunların ortasında bir yerdə dururam, amma öz yolumu da tapa bilmirəm. O nəzəriyyə mənə kömək elədi əslində. Çünki orada biraz da yəni izah edir ki, yəni ki, nə üçün biz həm fəlsəfəyə ehtiyacımız var, amma eyni zamanda həm tarixə ehtiyacımız var. Hər ikisinin fərqli funksiyası var. Mən bu nəzəriyyənin millətçiliyi açıqlamaq üçün istifadə etməyə çalışdım. Çünki orada deyir ki, yəni ki, millət fəlsəfə konkret olaraq yəni ki, fəlsəfi bilik, yəni bu qədim Yunan dilində episteme deyilən bir anlayışda, bunu spesifik olaraq fəlsəfəçilər bizdən daha yaxşı bilirlər şübhəsiz. Bu elə bir bilikdir ki, ümumiyyətlə bunun əksi düşünülməsi mümkün deyil. Yəni ingilis dilində falsification edilməsi mümkün deyil. Bunun səbəbi çünki fəlsəfi bir bilik hər hansı bir sosial quruluşa söykənmir. Əksinə o sosial quruluşun dekonstruksiyası ilə məşğuldur. Sokratdan bildiyimiz kimi, Platondan, Aristoteldən, Kantdan və s. Yəni məsəl üçün Kantı biz Alman millətçisi və hər hansı bir millətçi kimi identifikasiya edə bilmərik. Digər tərəfdən tarix isə daha çox yəni bir kütlə olmadan, kütlə ilə bağ olmadan, bir cəmiyyətlə, bir topluluqla bağ olmadan və yəni məsəl üçün biz Şah İsmayıldan danışacağıq, onu bir lazımdır ki, bir qrup, bir xalq olsun ki, onu mənimsəsin ki, bu mənimdir. Ki belə bir. Amma Şah İsmayıl gec Yox, ümumən tarixin deyək ki, mahiyyətini ifadə etmək baxımından söyləyirəm. O baxımdan oradan yola çıxaraq bu tədqiqatın yəni ki, belə bir qənaət, nəticə ortaya çıxdı ki, hasil oldu ki, millətçilik nə tamamilə zərərli bir şeydir, nə də tamamilə deyək ki, bütün məsələlərin həlli deyil. Yəni insanlıq Afinadan bəri, yəni dünyanın siyasətin, mədəniyyətin, tarixin bu çərçivədə inşa olduğunu düşünsək, Afinadan deyək ki, senatdan bəri bir sosium var, bir cəmiyyət var, onun üzərində qurulmuş bir siyasət və iqtisadiyyat var. Və hər dövrdə məsəl üçün orta əsrlərdə 1000 il deyək ki, din üzərinə, dini doktrina üzərinə, yəni əslində qurulduğu və kilsə və yaxud müsəlmanlarda deyək ki, Şeyxülislamlıq institutu üzərindən və s. Modern dövrdə isə iki anlayış vardı. Məsəl üçün Axundovun da deyək ki, əsas fokuslandığı şey nə idi? Sekülərizm, sekülər bir cəmiyyət və tərəqqi anlayışı. Bu da əslində yeni bir, bu iki anlayış da yeni bir deyək ki, dövlət anlayışı yaratdı və onda millətlər hegemon oldu. Məsəl üçün deyək ki, parlament deyə bir anlayış ortaya çıxdı, daha doğrusu fərqli formatda ortaya çıxdı və insanlar hər 5 ildən bir, 7 ildən bir, 4 ildən bir ölkələrin kontekstinə görə seçkiyə gedərək hökumətləri müəyyən etməyə başladı. Bu millət oldu artıq da və bunun millətçiliyi, çünki buradan da bir tarif ortaya çıxdı. Yəni belə demək mümkündürsə, məsəl üçün orta əsrlərdəki tarix anlayışı daha çox namə üzərinə quruluydu, nəsihət üzərinə belə demək mümkündürsə. Amma modern dövrdəki isə daha çox deyək ki, bir sonuna bir elm də qoşaraq, çünki elmləşdiyi, hər şeyin elmləşdiyi bir modern dünya inşa olunmuşdu da. Və o baxımdan millətçilik, yəni özünü reallaşdırmaq üçün, o millətçilik deyək ki, hədəfini reallaşdırmaq üçün, milli dövlət qurmaq üçün fəlsəfədən çox tarixə ehtiyac var. Hətta Atatürkün Cümhuriyyəti yeni qurduğu illərdə, 30-cu illərin başında Fransada fəlsəfə doktoranturası almış bir gənc bir insan Türkiyəyə qayıdanda Yusuf Akçura bildiyiniz kimi soruşur ki, nə təhsil almısan? Bu məşhur bir dialoqdur. Deyir ki, bəs fəlsəfə, o da qayıdır ki, bizə hələlik, yəni mahiyyət etibarilə belə bir cümlə qurur ki, bizə hələlik fəlsəfə lazım deyil. Çünki yeni bir dövlət qururuq da. Yəni buradan da belə bir nəticə çıxır ki, yəni əgər bir dövlətin yoxdursa, oturmuş bir cəmiyyətin sosial-iqtisadi, siyasi baxımdan yoxdursa, oradan bir fəlsəfə də çıxa bilməz. Çünki fəlsəfə dediyin şey eyni zamanda bir orta sinifdən və onun üzərindən ortaya çıxan bir şeydir. Yəni kasıbın fəlsəfəsi ancaq Diogenin çəlləyində kimi ola bilər də. Amma Kant məsəl üçün deyir ki, orta və üst sinif idi. Yəni bir universitetin professoru, hətta sonra rektor olmuşdu və ömrünün sonuna qədər daimi bir işi var idi. Bəlkə də məsəl üçün Herderin, Fichtenin Kant kimi filosof ola bilməməyinin səbəbi də həmin o status məsələsi, o iqtisadi tərəfin əksik qalması. Çünki o düşüncənin davamlılığını da təmin etmək lazımdır ki,
Məsəl üçün Kant deyək ki, 30 yaşlarının sonunda ilk ciddi mətnlərini yazmağa başlayır, amma ondan sonra 14-15 il yazmır. Və əslində o fasilə verir və o iqtisadi deyək ki, imkan verir ki, o mütəmadi olaraq dərinləşdirə davam edir və 50 yaşlarında, 54, 55, 53 yaşlarında yazdığı o üç məşhur kritika deyək ki, modern fəlsəfənin sarsıntısına səbəb olur. Descartes-da da məsəl üçün deyək ki, zəngin olubdur, belə demək. O baxımdan yəni millətçilik fəlsəfə üzərində, tarix və münasibət üzərinə qurulmalıdır. Yəni siz deyək ki, o qurduğunuz millətçi diskursu mənimsəyəcək bir xalqa ehtiyacınız var, bir millət yaratmalısınız və millətlə bərabərlik içərisində olmalıdır. Bu da ancaq tarixlə mümkündür. Çünki fəlsəfənin hər hansı bir cəmiyyətlə bağlılığı əslində o dekonstruksiya ilə məşğuldur. Amma belə deyək ki, konstruksiya olunmamış bir cəmiyyətdə də fəlsəfənin ortaya çıxması da məncə çox da mümkün deyil. Buradan belə bir sual çıxır. Milliyyətçilik zərurətdir. Yəni modern başlayır da bu proses məsəl üçün deyək ki, Dante'dən başlayır. Ana dillərində yazmağa başlayıblar. Luther məsəl üçün deyək ki, bu İncili ana dilində, Alman dilində yazmağa başlayır və ya fransızlarda da yenə bunun örnəyi var. Və hətta daha çoxusu bu Petrarkadan başlayır proses. Amma 18-19-cu əsrdəki bunu müxtəlif təbii, məsəl üçün deyək ki, Gellner millətşünas alim buna materialist nöqteyi nəzərdən baxır. Deyək ki, İngilis Anthony Smith biraz daha etnosimbolist, yəni deyək ki, idealist mövqedən baxır. Amma hər halda hər ikisi də qəbul edir ki, bu modern bir məsələdir və modern dünyada əgər bir deyək ki, siyasi establishment qurmaq istəyirsənsə, bu millət sistemi olmalıdır. Yəni ən çox basit düz məntiq Birləşmiş Millətlər Təşkilatına üzv olan dövlətlər hansılardır? Milliyyətçiliklə dilin yola getmədiyi məqam harasıdır? Ümumiyyətlə din iddia edir ki, mən bəşəriyəm, milliyyətçilik də deyir ki, mən lokalam, mən özüməm. Dinin öz içində də var. Siz seçilmişlərsiniz. İbrahim Peyğəmbər öz xalqınadır. Ümumiyyətlə mənim qənaətim burada belədir ki, bu milli bir siyasi establishmentin qurulmasında radikal hansı mövqedən olması dayanmağından asılı olmayaraq, radikal nöqtəni mənimsəyən, sahiblənən bütün yanaşmalar uğursuzluğa düçar olmuşdur. Məsəl üçün Hitlerin uğursuzluğu aydın məsələdir. Səbəbi faşizm, radikallaşma və digər məsələdən din məsələsində də. Dinlə məsəl üçün bunun ən gözəl örnəklərindən birisi məncə İngilis, yəni deyək ki, siyasi establishmentidir, modern İngilis siyasi establishmentidir və dinlə olan münasibətlərini çox praqmatik və rasional çərçivədə deyək ki, cərəyan ediblər və protestan deyə bir dırnaq içində bir din yaratdılar özlərinə. Yəni dini tamamilə ortadan qaldırmamaqla bərabər qurduğu modern dünyadakı sekulyar prinsiplərlə bərabər onun dinin, daha doğrusu dini doktrinanın insanların gündəlik həyatındakı o cəza vermə səlahiyyəti dırnaq içində ortadan qalxır məsələ burasında. O baxımdan buradan müəyyən etmək məncə daha deyək ki, davam etdirilə bilməsi mümkün bir yanaşmadır. Əks halda dediyim kimi bu çərçivədə istər dini mövqedən yanaşın, istər tam fərqli mövqedən radikal bir yanaşmanın davam etdirilməsi mümkün deyil. Yəni onun üzərinə sosial, siyasi və iqtisadi bir establishment qurub onu yaşatmaq mümkün deyil. Yəni bu millətçilərdə də belədir. Məsəl üçün radikal millətçilər fikir verin, dövlət quruluşunda daim uğursuz olurlar. Məsəl üçün Bismarck niyə Alman dövlətinin qurucusudur? Halbuki o fikri Fichte, Herder, hətta daha deyək digər fərqli radikal romantik Almanlar qurmuşdu da. Çünki o digər romantik Almanlar Avropada Almanlardan başqa heç kimi qəbul etmirdilər. Amma Bismarck isə daha praqmatik, rasional bir siyasətçi olaraq o parçalanmış Alman şəhər dövlətlərini birləşdirərək. Amma burada bir ortalığa bir sual çıxdı. Alman milliyyətçiliyi fəlsəfədən çıxmır. Zaten Alman millətçiliyinin deyək ki, bəlası da oradan qaynaqlanır da, puldan çıxa bilmədiyi üçün. İngilis əsr. Bəli, İngilis millətçiliyi, Alman millətçiliyi. Bəli, İngilis millətçiliyi puldan çıxır hər şeydən əvvəl. Faydalı. Yəni iqtisadi, çünki mənim qənaətim, yəni tədqiqatlarımın bu nəticəsi budur ki, yəni iqtisadi təməli zəif olan bütün deyək ki, siyasi proseslər uğursuzluğa düşər olur. Yəni məsəl üçün bizim deyək ki, cümhuriyyət qurma prosesi 19-cu əsrdən başlayır. Təməlində iqtisadiyyat var idi. Əvvəlinə qayıdıq. Biz əvvəldə belə bir sualla müraciət elədik ki, milliyyətçilik tarixi hadisədir. Almanlara gəlib çıxanda məlum oldu ki, millətçilik fəlsəfi hadisə. Almanlar məcburiyyətdən dırnaq içində o fəlsəfədə, biraz da Almanların dediyim kimi bəlasıdır, yəni o fəlsəfədən ortaya çıxması, fəlsəfi mətnlərdən. Çünki dövlət, mərkəzi bir dövlət yoxdur Almanlarda, parçalanmış vəziyyətdədir. Bir Alman torpağı var, Almanların yaşadığı, amma hərəsi parçalanmış bir-birindən ayrı bir şəhər dövlətlərdir. Mərkəzi hakimiyyət yoxdur. Amma ingilislərdə necədir? İngilislərdə millətçilik orada bir təriqət kimi verir. Bəli, amma ingilislərdə isə tamamilə əksinə orada oturmuş bir dövlət var, yəni krallıq var idi da, böyük bir United Kingdom deyə bir şey var idi. Və o transformasiya olundu. Və King Charles hətta deməli buna qarşı çıxan radikal dindar. Biz xalq olaraq hansı praktikaya üst tutmalıyıq? Biz daha çox həm Cümhuriyyət dövründə, həm müstəqillikdən sonra Heydər Əliyevin o inşa prosesi dövründə daha çox fransız modelinə daha yaxınıq. Yəni Russonun fikirləri bizdə daha çox hiss olunur. Deyək ki,
vətəndaş milli kimliyi, vətəndaş millətçiliyi, daha deyək ki, bütün radikallıqların Azərbaycan milli kimliyinin yaradılması üçün kənarlaşdırılması, belə demək mümkündürsə. Yəni Azərbaycan milli kimliyi bu əsas deyək ki, ana məsələ budur və Azərbaycanda deyək ki, establishment bu ana kimliyə zərər verən bütün heç bir deyək ki, yanaşmanı qəbul etmir. Çünki zaten Azərbaycan milli kimliyini ayaqda saxlayan məsələ budur. Deyək ki, Cümhuriyyəti quranlar da bu fikri müdafiə ediblər. Deyək ki, müstəqilliyin bərpasından sonra əsas deyək ki, o birləşdirməni edən Heydər Əliyevdən məsəl üçün deyək ki, bu şey nədir? Bu yanaşmadan bəli. Çünki məsəl üçün orada Heydər Əliyevin əsas töhfəsi nədir? Həm işğal var idi, torpaqların bir qismi işğal olmuşdu. Eyni zamanda yeni qurulmuş bir dövlət, 70 illik və uzun bir fasilədən sonra heç bir təcrübə yoxdur və oradan Azərbaycan xalqına bərabər yaşamaqla bağlı bir ümid verdi. Yəni məsəl üçün bu əsas deyək ki, Heydər Əliyevin məncə ən önəmli töhfələrindən birisi budur və mən bunu tədqiq etdikcə ortaya daha da onun gördükləri o iş ortaya çıxır. Çünki 90-cı illərin siyasi şəraitini təhlil etdiyiniz zaman Heydər Əliyevin o kəskin mövqeyi, duruşu məşhur deyək ki, o müzakirələri var da ziyalılarla falan. Ən rasional, ən praqmatik, deyək ki, Azərbaycan xalqına gələcəyə apara biləcək, yəni belə demək mümkündürsə 2020-ci ildə 2020-ci ildəki zəfərə gətirə biləcək əslində strategiya odur yəni. Biz kimik, Manna mı, yoxsa Səlcuqlu, Uzun Həsən, Səfəvi mi? Ya bu məncə çox maraqlı və həlledici bir sualdır. Maraqlı olmanın səbəbi həlledicidir. Çünki hələ bir oturuşmuş bir cavabımız yoxdur bununla bağlı. Bu da normaldır. Çünki biz elə deyək də, İstanbulda Osmanlı arxivində təxminən belə deyilir ki, 150 milyon sənəd var. Çünki dövlət dediyiniz şey bildiyiniz kimi bürokratiyadır, qeyd tutmaqdır da. Məsəl üçün deyək ki, Orxan müəllim nə işlə məşğul oldu, Yazıcı Akşin müəllim nə işlə məşğul oldu və bunların qeydlərini tutur dövlət və arxivləşir və bunlar sənədləşir. Eyni zamanda səhv etmirəmsə İstanbulda 30-a yaxın deyək ki, dövlətin də orijinal sənədi var. Məsəl üçün İsrail dövlətinin, Fələstin dövlətinin, nə bilim və digər yaxın şərq dövlətlərinin və Balkan dövlətlərinin. Çünki Osmanlı torpağı olub da Sultan möhrü ilə. Bu baxımdan digər tərəfdən Topkapı deyə bir saray var. 600 illik, 500 illik hər nəysə orada bir deyək ki, müsəlman türk varlığının, siyasi varlığının sübutudur bunlar. Bu baxımdan bizdə isə biz modern dünyaya gözümüzü necə açdıq? Səfəvi parçalandı, tarixə oldu çox təəssüf. Deməli, əslində təəssüf deyəndə bu tarixin bir nəticəsi idi. Nadir Şahın deyək ki, o institutlaşa bilməyən bir fəaliyyəti oldu və sonrasında isə xanlıq. Ardınca isə Kürəkçay və Türkmənçayda deyək ki, Azərbaycandakı Azərbaycan türkləri və ya Azərbaycanlılar necə adlandırırsanız, bu əsas məsələ daha önəmlidir. O orta əsrlərdə qurmuş olduqları siyasi düzəndə hardakı onlar hegemon idilər, hegemonluqlarını itirdilər və beləliklə modern dünyaya dövlətləşərək gözlərini aça bilmədilər. Müstəmləkə ilə gözlərini açdılar Azərbaycan xalqı və Azərbaycan türkləri deməli. O baxımdan biz kimik sualına cavab verə bilmədilər. Çünki biz kimik sualına cavab vermək üçün mütləq arxanızda bir dövlət lazımdır və bunu mən necə izah edirəm? Məsəl üçün biz deyək ki, fərd olaraq Orxan, Akşin və digər mən sən o biz olaraq da ömrü həyatımızda heç bir dili dövlətin bizə öyrətdiyi dil qədər yaxşı kamil öyrənə bilmirik. Niyə? Çünki 11 bizim vaxtımızda indi 12 il hesab etmirəmsə 12 il 10 və ya 11 il dövlət bizə iqtisadi olaraq imkan ayırır və o müəllim gəlir bizə onu 11 il ən aşağıdan deyək ki öyrədir. Və bu baxımdan dövlət olmadan bir fikrin oturuşması, reallaşması mümkün deyil. Misal üçün müqayisə verim. Deməli Halil İnalcıq, məşhur tarixçi 100 yaşında 2016-cı ildə rəhmətə getdi. İlber Ortaylı'nın müəllimi olub da, Krım türklərindəndir, məşhur. Deməli Atatürk onu yetişdiribdi. Cümhuriyyətin ən kəskin vaxtlarında deməli 35-40-cı ildə xüsusi tapşırıq verib ki, Ankara Universiteti Dil və Tarix Coğrafiya fakültəsində bu nəsli xüsusi yetişdirin. Və Halil İnalcıq deməli 2000-ci ildə Cambridge Universitetinin 2020-ci əsrin 2000 ən yaxşı sosial elmlər üzrə alimi arasına düşdü. Yəni arxada bir dövlət olmadan bu şeyin formalaşdırılması mümkün deyil və kimlik də əsas etibarilə siyasətin təbii sifarişi əsasında tarix inşa edir, ədəbiyyat inşa edir, roman. Məsəl üçün bizim deyək ki, son 100 ildə nə qədər romanımız, yəni bir 500 roman çıxarda bilərik. Milli kimlik siyasi kimlikdir. Əlbəttə ədəbiyyatın və tarixin köməyi ilə siyasətin inşa, yəni siyasətlərin dövlətin inşa etdiyi bir deyək ki, bir hadisədir. O baxımdan biz kimlik sualına verdiyimiz cavab Mənim bir sualım indi ortalığa çıxdı. Biz məsələn müstəmləkə xalq olduğumuzu etiraf edirik və etiraf eləməliyik ki, həqiqətə buradan yaxınlaşaq. Biz uzun müddət milli kimliyimizi rus dili vasitəsilə, rus mədəniyyəti vasitəsilə ifadə eləmişik və dünyada da bizim belə bir obrazımız var. Rus müstəmləkəsində olan bir ölkə. Təbii çünki burada rus dilinin mövqeyinə necə yaxınlaşa bilir? Yəni bizim milli kimliyimizin formalaşmasında
rus dili hansı səviyyədədir, harda dayanmalıdır? Bilirsiniz, bu proses necə başlayır əslində? Mən 4 dənə müqaviləni xüsusi olaraq həmişə vurğulayıram. Deməli, Qafqazdan Balkanlara qədər. Karlofça müqaviləsi 1699-cu il Osmanlı türklərinin qərbə doğru hərəkətini dayandırdı. 1774-cü il Kiçik Qaynarca sülh müqaviləsi rusların Osmanlı və bu coğrafiyadakı hegemoniyasının başlanmasının ilkin nöqtəsidir. 1805 Kürəkçay və 1828 Türkmənçay isə bütün Qafqazda, hardakı fransız yazıçı deyirdi ki, Azərbaycan türk dili və ya türk dili burada əsas frankofon dildir də. Bütün Qafqazda hegemoniya, yəni Səfəvi torpağında deyək ki, belə demək mümkün, hegemoniyası başlamış oldu. Bu baxımdan biz əgər rus dilinin deyək ki, və ya rus siyasi establishmentinin bir parçası olduğumuzu və bu çərçivədə modern dünyaya göz açdığımızı mütləq əvvəlcə qeyd etmək lazımdır. Belə bir elita formalaşır, yaradılan Azərbaycandakı sizin kim olduğunuzu rus dili daha yaxşı ifadə edir. Amma burada bir şey var. Məsəl üçün mən Yəni siz rus dilində danışırsınızsa daha çox türksüz, Azərbaycanlısınız. Bax belə bir təbii olaraq dırnaq içində təbii olaraq ona görə ki, Sovet aydın məsələdir ki, müxtəlif 15 respublika var idi. Okay. Yazıb oxuya bilməyən bir xalqı 25 min, 30 min insanın yazıb oxuyan insanın aparıb güllələyirdilər. Bunun milli kimliyi necə formalaşır? Ya oradakı məsələ belədir ki, siz 30-cu illər hadisəsini nəzərdə tutursunuz. Çünki o proses 19-cu əsrin sonundan etibarən başlayan bir milliləşmə prosesi başladı bildiyiniz kimi. Burada xüsusilə İstanbulun təsiri vardı və o cümhuriyyəti yaratdı. Cümhuriyyət ortadan qalxandan sonra qalxmağına baxmayaraq daha doğrusu o zümrə, deyək ki, Məhəmməd Hadilər, Hüseyn Cavidlər və s. Bunlar davam etdi və istər-istəməz Hüseyn Cavid hər halda başqa bir şeydə yazası deyildi. Ya onu deyək ki... Doktor, mənim sualım budur. Yəni, bir millət özün başqa bir dildə milli kimliyin başa düşə bilər? Xeyr, təbii ki. Milli kimlik sadəcə öz dilində olmalıdır. Yəni, o baxımdan da deyək ki, Azərbaycan xalqının... Yəni, türk, rus dilində özünü türk olduğun... Yoxdur, oradan belə deyək, milli kimlik dediyin hadisə ekskluziv olmalıdır. Hətta Azərbaycan və Türkiyə arasında belə iki qardaş ölkə olmağına baxmayaraq, ikisinin milli kimliyi ekskluziv olmalıdır. Yəni fərqliliklər tapmalısan olmalıdır mütləq. Çünki iki dənə fərqli dövlət varsa, geniş mənada, məsəl üçün, bəzən bizim deyək tədqiqatçılar türklüklə türkçülüyü qarışdırırlar. Türklük başqa şeydir, türkçülük başqa şeydir. Türklük, məsəl üçün, bizim... Türkçülük nədir, türkçülük? Türklük çayın yatağıdır, çayın başladığı yerdir. Bu türklükdür. Türkçülük isə o izmdir. Bir ideologiyadır. Məsəl üçün bizim məsəl üçün Azərbaycançılıq. Bizim deyək ki, o izmimiz Azərbaycançılıqdır. Onun üzərindən sən özünə bir deyək ki, ekskluziv, sənə məxsus, bu torpaqda yaşayan, deməli, xalqa məxsus bir kimlik və ya hekayə quracaqsan. Ki, məsəl üçün, yəni əslində deyək ki, həm Rəsulzadənin, həm Heydər Əliyevin deyək ki, fərqliliyi və töhfəsi də burada ortaya çıxır. Yəni Heydər Əliyevin məşhur, indi biz Rəsulzadəni görməmişik, aydın məsələ, amma Heydər Əliyev bizim çağdaşımız olub da. O müzakirə xatirimiz ən azından videolarını görmüşük də. O müzakirədə deyir ki, tamam biz türkük, yəni o yatağı vurğulayır. Amma axı biz deyir fərqli bir şey qurmalıyıq. Tamam, dövlət ayrıdır. Çünki milli dövlət nədir? Karl Schmitt, yəni məşhur Alman mütəfəkkiri 20-ci əsrdə yaşamış deyir, yəni ki, milli kimlik dediyin şey çəpər çəkməkdir. Bura torpaqdır. Bura çəpər çəkirəm və deyirəm bura mənimdir. Məsəl üçün. Və yaxud da İngilis filosofu John Locke'un məşhur hökumət haqqındakı traktatında ən çox istifadə etdiyi ifadələrdən birisi çəpərdir ki, bu çəpərləmək ingilislərlə başlayıb, aydın məsələdir. Buranı biz çəpərlədik dedik, bura Azərbaycanlıdır. BMT də tanıdı. Beynəlxalq hüquq deyə bir şey var da, bu da bir ayrı bir reallıqdır və ona görə Heydər Əliyev orada deyir ki, bax, yəni demək istəyir ki, əslində, deməli, bu bizim vətəndir. Okay. Biz yatağımız da amma türkdür. Biz buradan bir fərqli bir şey qurmalıyıq. Və ona görə bizdə bizim türk kimliyimiz yox, Azərbaycan bəlindiyimiz var. Çünki mən həmişə bayaqlar dedim də bu deməli əslində Rəsulzadə bir anlamda Azərbaycan milli kimlik inşasının, dövlət inşasının almanlar kimi bir uğursuzluq yaşamasına icazə verməyib. Belə ki, Əli bəy Hüseynzadə çox böyük, dərin təfəkkürlü bir insan oldu, amma Alman romantikləri kimi hər şeyi fəlsəfədən deyək ki, inşa etməyə çalışıbdı. O da təbii ki, nə edir? Məsəl üçün deyir ki, düşün onu 20-ci əsrin əvvəlindəki o qeyri-müəyyənlik bir situasiyada deyir ki, bütün türkləri birləşdirək. Axı dünya sadəcə səndən ibarət deyil, başqa reallıqlar da vardı. Amma Rəsulzadənin 17-ci ildəki məşhur çıxışı var ki, hamısı türkdür, Qazax, Özbək, Qırğız və s. Amma hamısının ayrıca şöbəsi olmalıdır, dövlət yəni, tarixi, ədəbiyyatı olmalıdır və s. Yəni, bu mənada türklük və türkçülük mənim nöqteyi nəzərimdən fərqli bir məsələdir. Türklük ana məsələdir. Mən bunu ötən ay deyək ki, İstanbuldakı konferansda da qeyd etdim.
deməli, orada da Orta Asiyada türklər, türk həmkarlar var idi, Orta Asiya türklərindən. Türklük ana məsələdir. Yəni sən deyək ki, bu Orta Asiyadakı türk respublikaları da müstəqil, özlərinə məxsus bir milli kimlik və milli sistem inşa etmək üçün o türklükdən bəhrələnməlidirlər. Amma sadəcə o türklük və türkçülük arasındakı fərqlilik düzgün izah olunmadığı üçün orada bir qeyri-müəyyənlik var. Adamlar elə hesab edirlər ki, onlar o zaman Türkiyələşəcəklər. Yəni tamamilə bir deyək ki, fərqli bir məsələ. Bu da təbii ki, bir şeyə yenə dediyim kimi bu dövlətlər çox gəncdir. Müəyyən bir zaman lazımdır. Yəni deyək ki, ən bəsitindən deyək ki, Filosofları yetişmir. bəli, bu dövlətlərin ən bəsitindən bürokratik yazışmalarının belə şeyi artmalıdır. Yəni necə deyirlər, arxivi zənginləşməlidir. Məsəl üçün bu Küba böhranı ilə bağlı məşhur bir 13 gün deyə bir film var Amerikanın. Orada deməli SSR ilə bir münaqişə yaranır və sonra oradakı o Amerikalı deyək ki, dövlət bürokratı enir oradakı qurumun zəngin arxivinə və oradan axtarır. Əslində orada mesaj verir ki, yəni ki, necə zəngin bir bürokratiya var da, yazışmalar var, arxiv var və s. Yəni bu dövlətlər Türkiyə çox dərindir, deyək ki, 100 ildən artıq bir dövlətçiliyi var. Onunla bərabər bir də Osmanlı keçmişi var. Amma bizdən başlayan Orta Asiyadakı bir uzun bir müstəmləkə, yəni fasilə var da o dövlətçiliyi ənənəsində. Yəni biz deyək ki, Səfəvidən sonra yeni bir modern dövlət qura bilmədik. Yəni müstəmləkəyə düşdü, xanlıqlar və s. O baxımdan o biz kimik sualına, yəni manla, çünki tarix buna cavab verməlidir də. Yəni biz kimik? Səlcuqlu ilə bağımız nədir? Deyək ki, Uzun Həsənlə bağımız nədir? Məsəl üçün görürsüz, mən həmişə qeyd edirəm zəfər məsələsi 2020-ci ildəki zəfər Azərbaycanda bir çox şey qazanır və onun ən önəmli məsələsi dövlət özündə iradə tapıb, məsələn Uzun Həsənlə bağlı möhtəşəm bir sərgi təşkil oldu. Bu əslində bir addımdır, tarixə sifarişdir və tarixçi deyək ki, tarix onu Azərbaycan xalqına və nümayiş etdirdi. Yəni bu etnosun gücünü dartıb gətirmək. Yəni bəli, bu ona görə dövlətin deyək ki, mahiyyətini və düzgün dəyərləndirməyən, deyək ki, emosiyadan xilas ola bilməyən yanaşmalar hər şeyi o an gözləyir. Amma halbuki deyək ki, bəzən deyək ki, uzun bir müddət gözləməli ola bilərsən. Necə ki deyək ki, biz bu fikri qərarlaşdıraq ki, dövlət öz gücü millətçilikdən alır. Modern dünyada bəli. Modern dünyada bütün dövlətlər bir şəkildə bu və ya digər şəkildə millətçidir. Amma bu deyək ki, ölkələrin tarixi kontekstinə, yerləşdiyi coğrafiyaya görə, məsəl üçün Almaniyada ola bilər ki, faşizm yaradır bu millətçilik. Amma deyək ki, eyni şəkildə 20-ci əsrdə Atatürk kimi öz dövlətini müdafiə edən, ondan başqa da heç bir marağı olmayan bir deyək ki, türk millətçiliyi də yarada bilər. Məsəl üçün və yaxud da 20-ci əsrin sonunda Azərbaycan kimi deyək ki, Azərbaycançılıq qarşısında düşmən görməyən bir millət. Bəli, məsəl üçün deyək ki, Azərbaycanın da millətçiliyi mahiyyəti nədən ibarət idi? Torpaqlarını işğaldan azad etmək. Amma Ermənistanın millətçiliyi nədir? Torpaq işğal etmək. Ona görə bu deyək ki, iki fərqli. Amma bütün deyək ki, кейslərdə modern dünyada, yəni içində yaşadığımız dünyada da hələ bütün ölkələr bir şəkildə bu və ya digər şəkildə millətçidir. Yəni çünki hər kəs öz deyək ki, dövlətinin ana simvolu olan bayrağının uğuru üçün çalışır. Yəni məsəl üçün belə demək mümkündürsə. Azərbaycanda elmin vəziyyəti, maaşlar, dövlət universitetlərinin durumu, başqasına pulla yazdırılan elmi işlər. Bu da təbii çox maraqlı və vacib bir məsələdir. Aydın məsələdir ki, Azərbaycanda ilk modern universitet Bakı dövlət olaraq yaradılıb, Cümhuriyyətin ilk yaratdığı və böyük bir zəhmət hesabına yaratdı. Lakin aydın məsələdir ki, sonra sovetləşmə mərhələsi başladı və Sovet dövründə də deməli bütün müsbət tərəfləri də ola bilər şübhəsiz, amma Azərbaycan kontekstində universitet, akademik sistemin deyək ki, doğru düzgün formalaşmadığı aydın məsələdir və sonra təbii bunun ardınca müstəqillik mərhələsi gəldi və təbii olaraq çünki dövlətin ana bir məsələsi var idi. Torpaqlar işğal olunmuşdu, Qarabağın işğal olunan hissəsinin geri azalması. Bütün enerjini sosial, iqtisadi və siyasi baxımdan bura sərf etdi və digər bir tərəfdən də 90-cı illər xüsusilə deməli böyük iqtisadi məhrumiyyətlərlə keçdi təbii olaraq. Çünki hətta əsrin müqaviləsi olaraq qəbul etdiyimiz neft kontraktının belə ilkin iqtisadi bəhrəsini biz 2000-ci illərin əvvəlində gördük. Hazırki cənab prezidentin vaxtında gördük bunu. O baxımdan burada deməli elm adamlarının deməli universitet akademik sistemin mənsublarının iqtisadi olaraq duruş gətirməsi böyük bir sınaqdan keçdilər əslində belə demək mümkündürsə və təbii olaraq dırnaq içində burada dediyiniz sualda qeyd etdiyiniz kimi rüşvətlə yazılan Sovet dövründə başlanan bir deyək ki, ənənə idi. Bu hadisələr də ortaya çıxdı və digər məsələ universitetlərdə maaş məsələsi. Çünki bilirsiniz, Azərbaycan akademik sistemi, ümumiyyətlə nəinki Azərbaycan akademik sistemi, bütün Azərbaycanda deyək ki, milli kimlikdən tutun hamısı bütün Sovet dövründə institutlaşıb. İnstitutlaşma nə deməkdir? Məsəl üçün Cümhuriyyət başlatdı hər şeyi, amma institutlaşdıra bilmədi. Yəni institutlaşma bu deməkdir ki, öyrədilə bilən, ötürülə bilən sonraki nəsillərə. Bütün bu hamısı Sovet dövründə baş verdi və bu da aydın məsələdir ki, onun içərisində rüşvət olduğu
və deyək ki, Yəni nəsillərə ötürdüyümüz şey Sovet dəyəri. yəni bizim inşa etmədiyimiz, içində məcbur yaşamalı olduğumuz bir sistem idi və oradan bizə ötürüldü. Bu məsələ Bu şəkildə də hələ də yaşamağa davam edir. yox, bu şəkildə yaşamağa davam edirik demək məncə doğru olmaz. Məsələn, sizlə biz bu düşüncənin parazitiyik. Məsəl üçün belə deyək, mənim tələbəlik illərimlə indiki tələbələri müqayisə edəndə indiki tələbələr bu mənada çox şanslıdırlar. Bir çox səbəbdən ötürü. Məsəl üçün həm şanslı, mənim də şanslı tərəfim var. Şübhəsiz o var ki, Sovet dövrünün deyək ki, dövründə yetişmiş köklü müəllimlər, deyək ki, 70 ildə yetişmiş müəllim professorlar vardı, kanslardan ki, mən dərs aldım və onlardan bir çox şeylər öyrəndim. Atasından fərqlənən tələbə var bizim auditoriyada. Necə üzr istəyirəm? Atasından fərqlənən tələbə var auditoriyada. Ya onsuz atasından fərqlənəcək. Niyə? Çünki bunu mən fərqli Yəni atasının sevdiyi şeiri sevməyən. Mən başa düşdüm. Məncə fərqlənir. Niyə? Çünki belə deyək də, mənlə atam eyni əsrdə yaşadıq, doğu dünyaya gəldik və atamın və mənim sevdiyim şeylərdə oxşarlıqlar var idi. Çünki belə deyək, mən də o da çap kapitalizmi ilə oxuduq. Yəni kağız mətbuat, kağız kitabla oxuduq və uzaqdan bir neçə metr məsafədən izlədiyimiz televizorla dünya ilə əlaqə qurduq. Amma halbuki indiki nəsil isə atalarından, analarından fərqli olaraq o sürüşdürdükləri deyək ki, təmasla yəni nədir? Məsəl üçün ona görə 50 yaşın üzərindəki nəsil bu yeni gəncliyin, o Z deyirlər, yeni nəslin başa düşmürlər buna görə. Çünki məsəl üçün küçədə buraya gələrkən məsəl üçün çəkiliş mən gördüm. Gənc insanlar sürüşdürərək yolda hərəkət edirlər. Çünki onlar onunla böyüyüblər və onlar üçün normal olan odur. Bizim üçün normal olan deyək ki, kağız kapitalizmi idi. Biz deyək ki, otururduq hardasa parkda kitab oxuyurduq, qəzet oxuyurduq və s. O baxımdan fərqlilik var şübhəsiz. Sualınıza geri qayıtsaq əsas məsələyə, maaş məsələsi və biz o baxımdan məhrumiyyətlər içərisində yaşayan eyni zamanda müəllimlərin dövründə də yaşamış olduq. O baxımdan da yenilənmə olmadı. Amma indiki nəsil isə, çünki dediyim bayaq ki, mən bütün yanaşmalarımda arxada bir dövlət olmalıdır. O prosesin dəyişdirilməsi və yenilənməsi üçün. İndi isə görürük ki, aydın məsələdir ki, dövlət müvafiq o qurumu ilə, qurum nədir? Təhsil Nazirliyi. Təhsil Nazirliyi vasitəsilə bütün universitetləri yeniləməyə çalışır və bununla bağlı bir proses, məsəl üçün UNEC deyək ki, bunun ən önəmli iqtisad universiteti, oradakı rektor və komandası orada uzun bir müddətdən bəridir bir yeniləmə prosesi başlayır və ciddi də nəticələr almağa başlayıblar. İstər müəllimlərin maaşında, istər deyək ki, və s. Və son olaraq deyək ki, Qarabağ Universitetinin deyək ki, yaradılması və orada da daha ümumiyyətlə sıfırdan yeni bir formatda universitet qurulması planlaşdırılır. Və mən buradakı qurduğum paralellik nədən ibarətdir? Yenə dövlət məsələsi. Tam oturmuş bir dövlətiniz yoxdursa, sizin deyək ki, diaqnozunuzu qoyduğunuz problemlər, məsəl üçün ali məktəbdə maaş məsələsinin əksikliyi, bunun institutlaşdırıla bilməməsi, sonra rüşvət məsələsinin ya da o kiməsə yazdırılan dissertasiyalar və s. bunlar ortadan qalxmaya bilər. Amma dövlət də artıq ona görə bəlkə də kritik nöqtədir də bu Qarabağda əldə olunan zəfər. Yəni prezidentin Orxan Kəndi azad olunandan sonra məşhur bir ifadəsi var, deyir ki, Azərbaycan artıq tam təşəkküllü bir suveren dövlətdir. Bu əslində bəlkə də bunu açıqlayır. Yəni Azərbaycan artıq daha bir çox məsələ ilə eyni anda dövlət məşğul olmağa başlayacaq, yəni. Ya da bəlkə də belə demək mümkündürsə, hər kəs öz işinlə məşğul olmağa başlayacaq. Çünki artıq deyək ki, işğal deyə bir dərdimiz yoxdur. Əksinə, gedib Şuşanı məskunlaşdırmaq kimi bir məsələmiz var. Bu da daha deyək ki, asan məsələdir. O baxımdan yəni Azərbaycan bu 30 illik dövlətçilik və 30 ildən biraz artıq olan dövlətçilik yeni müddətində bu məsələlərin o Sovet dövrünün deyək ki, yükünü bütün dərinlikləri hiss edərək bu günə gəldi və burada bir sual. İndi isə üzr istəyirəm. Bu yükdən xilas olmağın tam belə bir kritik nöqtəsindəyik. Yəni buradan artıq xilas olmağa doğru addımlayır. Yəni mən düşünmürəm ki, artıq deyək ki, bizim tələbəliyimiz dövründə olan deyək ki, akademik sistem, çünki o həm Sovet dövrünün izi var idi orada, ya da belə deyək 20-ci əsrin yükü var idi. Eyni zamanda da o keçid dövrünün qeyri-müəyyənliyi var idi. Yəni mənim sualım burada yarandı ki, Azərbaycan dövlətçiliyi Sovet müstəmləkəçiliyi dövründəki formalaşmış dövlətçilik kimi gənclərə aşılamamız nə dərəcədə doğrudur? Məsələn, Ağqoyunlu, Qaraqoyunlu, Səfəvilər, Təbliblər, 1000 il İran coğrafiyasında dövlətin idarə olunmasında, xalqların mədəniyyətin idarə olunmasında bir rolu olan və bu işi görən bir xalqı gətirib 200 illik, 150 illik Sovet müstəmləkəçiliyi dövrünün dövlətçiliyinə bağlamaq. Bu nə dərəcədə? Bu aydın məsələdir. Yenə buradan tarixdən bu çox aydın məsələdir ki, bugünün terminologiyasından desək, Səlcuqlunun generalları
Halil İnalcıq da bunu yazır, o məşhur Osmanlı tarixi 3 cildli kitabında ki, Xəzərin cənubundan ilk Azərbaycan platformasına, platosuna gələrək burada məskən tutub, buradan qərbə doğru yayılıblar. Bu baxımdan, yəni son 1000 ildəki deyək ki, buradakı bu coğrafiyadakı Qafqazdan Balkanlara qədər ki, siyasi establishment inşa olunubdur. Burada deməli türklər olmadan, deməli bunu İlber Ortaylı da bunu deyir, bütün tarixçilər, yəni hətta əcnəbi tarixçilər də bunu deməli qeyd edirlər. Yəni türklər olmadan bunu yazmaq mümkün deyil. Amma məsələ burasındadır ki, orta əsrdəki siyasi quruluş dağılandan sonra hər birisi fərqli, deyək ki, birisi Qazaq olaraq ortaya çıxdı, birisi Azərbaycanlı olaraq ortaya çıxdı, birisi Türkiyə olaraq ortaya çıxdı. Çıxdı yoxsa çıxartdılar? Yəni Türkiyə çıxdı məsəl üçün deyək. Çünki çıxdı desək, məsəl üçün Azərbaycandan çıxarıldı desək tamamilə, o zaman Azərbaycanı Suriya ilə eyniləşdirmiş olaraq. Yəni halbuki bir mübarizə var orada, Axundov var, orada Əli bəy Hüseynzadə var, Həsən bəy Zərdabi var, Məhəmməd Hadi var məsəl üçün. Axundovun davasının kökündə bir İrançılıq da var. Mən düşünmürəm Axundov nə İranlıdır, nə türkdür, nə Azərbaycanlıdır. O ümumiyyətlə Axundova bir ad qoymağımız Axundov çar məmurudur. Əgər bir ad qoyacaqsa hər şeydən əvvəl, amma İranlıdır yoxsa Azərbaycanlı? Heç birisi deyil. Çünki niyə? Siyasi mənsubiyyət, iradi. Yəni biz onu əsərlərinə, biz onu komediyalarına falan takılırıq, onun əlifba siyasətinizə də, amma tarixi bir var. Fars milliyyətçiliyi Axundov öz banisi hesab edir. Deməli, Axundov da yola çıxır. Burada yenə dövlət Axundovun bir İrançı bir kimliyi var. Biz Axundovu özümüz üçün aydınlaşdırmalıyıq ki, bu Axundov kimdir? Türkdür, Qafqazlıdır, Azərbaycanlıdır, İranlıdır. Kimdir bu? Burada yenə dövlət məsələsi ortaya çıxır. Deyəcəksiniz ki, nə məsələ? Yenə statistik bir göstərici. Google-da deməli axtarış verək, ingilis dilində deyək ki, çünki əsas ana məsələ odur da və ya türk dilində. İranlılar Axundovla bağlı nə qədər yazıb, Azərbaycanlılar nə qədər yazıb. Çünki nə qədər çox məşhur olmadan bir söz var da, söz uçur, amma yazı qalır. Nə qədər çox yazarsan, o qədər sənindir. Bu birinci məsələ. İkinci məsələ, Axundovun mətnləri Azərbaycanda hələ tam təşəkküllü akademik bir prinsiplə, yəni dünyanın çağdaş akademik prinsipləri ilə ayaqlaşan şəkildə çox az mətn var. Bəlkə də belə demək olar ki, mən deyək ki, təhlillər, akademik tədqiqatının birisini bəlkə də deyək ki, buradan birisi görmək olar. Və bir sırada var belələri. Axundovun ikiyə ayırmaq lazımdır. Komediyalar. Çünki Çarlığın sifarişi ilə yazılıb. Çar siyasi müstəmləkə establishmentinin Qafqazda oturuşması üçün Axundovun Kəmalət-Dövlət məktublarına bir ad qoyaq. Bu türk idi, Azərbaycanlı idi, maarifçi idi. Onun bir dənə deyək ki, əgər Azərbaycanlı olaraq biz ona bir ad qoyacaqsa, onun ana kimliyi maarifçidir. Məsəl üçün mənim elə bir kimliyi var mı? Mənim identifikasiyam belədir yəni. Axundov maarifçidir. Çünki müdafiə etdiyi fikirlərə müsəlmanların maarifçisi. Müsəlmanları maarifləndirməyə çalışır. Hansı prinsiplər? Fərqin var. Bəli. Coğrafi olaraq da Qafqazda və İrandan bağlı olduğuna görə istər-istəməz dedikləri və yazdıqları ora daha çox aiddir. Məsəl üçün Əli bəy Hüseynzadə türkdür. O Azərbaycanlı deyil məsəl üçün. Yəni insanlar mən bunu söyləyəndə Əli bəy Hüseynzadə özünün bir kimliyini ifadə edir və o kimliyi də bəşəriyyətə bağlayır. Türkçülük, qərbləşmək, İslamlaşmaq və türkləşmək deyə 3 ideyalı, sonra da Ziya Göğen oradan qaynaqlanır, oradan istifadə edilir, götürür. Əli bəy Hüseynzadənin bir aydın olaraq kimliyi var, türk kimliyi. Axundovun belə bir kimliyi yox. Axundov kimdir? Axundovun kimliyi maarifçidir də, məsələ burasındadır. Bax, bunu izah edeməyəcəm. Yəni, Antarktida maarifçisi. Yəni, bu müsəlmanların maarifçisidir. Çünki onun ən əsas mətni, ana mətni Kəmalət-Dövlət məktublarıdır. Əgər bəziləri deyir ki, məsələn 25-ci ildə İran, farslar 25-ci ildə dövlət quranda və dövlətin adını İran dövləti qoyanda Axundova xitab edilər, Axundova istinad edilər. 25-ci ildə və sizin dövlətiniz olmadığına görə düşünün, sadəcə 1925-ci ildən bu günə qədər İranlı tədqiqatçılar Axundov haqqında minlərlə yazı yazıblar. İngilis dilində, fransız dilində, alman dilində, rus dilində və s. Biz isə deyək ki, 70 il heç nə yaza bilməmişik. 30 illərdə yazdıqlarımızın nə dərəcədə keyfiyyətlidir sual işi altındadır. Çünki dediyim kimi yazdıqlarımız beynəlxalq standartlı akademik göstəricilərlə, əgər akademik mətndən danışırıqsa, ayaqlaşmalıdır. Yəni çox sadə bir şey.
qoyduğun istinad belə ona uyğun olmalıdır ki, o düzgün deyək ki, hesab edilsin və qəbul edilsin. Və ingilis dilində yazmalısan, heç olmasa türk dilində yazmalısan və yaxud rus dilində yazmalısan, yəni daha böyük dillərdə belə demək mümkündürsə, o baxımdan bizim yazdıqlarımızla, deyək ki, İranlı tədqiqatçıların yazdıqlarını qoysaq, biz buradayıq, bunlar buradadır məsəl üçün. Təbii olaraq onların da daha çox danışmaqlarının səbəbi var, amma mən düşünürəm ki, o maarifçidir və müsəlmanların maarifçidir. Nə tamamilə İran millətçisidir, nə türk millətçisidir. Çünki o çarın məmuru olduğuna, çünki millətçilik kimliyini mənimsəmək bir rasional bir qərardır, şüurlu bir qərardır. Şüurlu bir qərardır və o çarın məmuru olduğuna görə istəsə də millətçi ola bilməzdi. Çünki ona icazə verməzdilər. Çarın məmuru idi. Və ona görə onun ana şeyi müsəlmanlar Xalq olaraq öz ziyalımıza ad qoymalıydıq. Biz ona maarifçi deyirik də, ona görə bütün hamı ona maarifçidir və məncə çox doğru bir identifikasiyadır. Bizim indi milliyyətçilikdən başladığımıza görə Ki millətçilik də maarifçilik olmadan başlaya bilməz. sözsüz ki, biz Axundova gəlib çıxmalıydı. Necə belə bir düstur ola bilər? Farslar da onu öz milli kimliyi kimi qələmə verir və dövlət qururlar. Biz də onu bir maarifçi olaraq. Məncə burada ürkməmək lazımdır. Çünki nəyə görə? İran və bu bölgədəki 1000 il ya da 800 il, 900 il bunu tarixçilər daha yaxşı bilər. Geriyə gedəndə türkmən tayfaları və ya sülalələri orada siyasi establishment idarə edir, düz deyil. Məsəl üçün Səfəvi hamısı türkmən tayfalarıdır, düz deyil. Ağqoyunlu, Qaraqoyunlu, Səlcuqlu türkmən tayfalarıdır da. O baxımdan bundan məncə ürkməmək lazımdır. Sadəcə onun haqqında yazmağa davam etmək lazımdır. Çünki Axundzadənin maarifçi fikirlərindən İran millətçiliyinin də bəhrələnməsi və Azərbaycan millətçiliyinin də bəhrələnməsində bir qəbahət yoxdur. Yəni burada bir qəbahət yoxdur. Əsas məsələnin kökü hardadır oradan, bu Nizami məsələsində olduğu kimi. Bəzən deyirlər ki, Nizaminin etnik kökü hardadır falan. Bu çox mənasız bir müzakirədir. Nizaminin qəbri hardadır? Vəssalam. Kimin səlahiyyətindədir? Bitdi. Axundzadənin və ya Axundovun qəbri hardadır? Tiflisdə. O kimin deyək ki, nəzarətindədir? Azərbaycan səfirliyinin. Yəni İran səfirliyi gedib onu mənimsəyə bilər? Xeyr. Oradakı məzarlıqda, Panteonda Cümhuriyyəti quranlarla bərabər dəfn olunub. Vəssalam, məsələ bitdi. İndi qalır buradan sonra sənin ölkənin deyək ədəbiyyatçılarının, elm adamlarının, yazarlarının yazmağa davam etməsi və keyfiyyətli mətnlər ortaya qoyması. Çünki Axundzadə və ya Axundov, bu da məncə çox da əhəmiyyətli deyil, əsas məsələ mahiyyətdir. Deməli, müsəlmanları, mənsub olduğu müsəlmanları, müsəlmanı və ya müsəlmanı maarifləndirməyə çalışan prinsiplərinin dünyəvilik prinsipi və tərəqqi anlayışı. Yəni, məsəl üçün, Axundova sadəcə deyək ki, tək başına ateist demək də bu sovet şeyidir, necə jargonudur, sovet deyək ki, yanaşmasıdır, 20-ci əsrin yanaşmasıdır. Ateist demək onu açıqlamağımıza kömək etməyəcək. Yəni, o zaman onu bəziləri itəcək, bəziləri, amma halbuki hər kəsin deyək ki, hətta belə bir müzakirə var ki, bəziləri deyir ki, Kəmaləddin məktublarını öz yazmır və s. Bu çox da əhəmiyyətli bir məsələ deyil. Yəni, məsələ o deyil ki, biz orada bir deyək ki, cisimdən söhbət getmir ki, Axundzadə bir deyək ki, Şimali Azərbaycan şərqdən İslam şərqini qoparmaq. Qoparmaq, yəni, məsəl üçün, bugün deyək ki, İranın deyək ki, şimalında yerləşən bizim Güney Azərbaycan olaraq identifikasiya etdiyimiz bölgədəki Azərbaycanlılarla və Azərbaycan türkləri ilə bizim aramızdakı fərqin mahiyyəti Axundovdur. Doktor, məndə burada bir maraqlı bir yarandı, fikir yarandı. Biz növbəti görüşümüzü Axundova həsrləyək. Axundov kimdir? Mümkündür. Yəni, Axundovla bağlı mən xatırlayıram, tələbəlik illərimizdə bir neçə müzakirələri xatırlayıram. Ancaq, yəni, bu nəsillər bir çox, deyək ki, bu qədim Roma dövründən qalmış bir memarlıq haqqında kitab var, Vitruvius deyə. O kitabda deyir ki, yaxşı memar olmaq üçün ilkin olaraq memarlıq haqqında kamil biliklərin olmalıdır. Amma eyni zamanda 10 köməkçi sahədən də bilik, fəlsəfədən, musiqidən, akustikanın tikdiyin binada müəyyən etmək üçün və s. İndi Axundov və onun nəsillərinin Əli Beyşəcədən araşdırmaq üçün bir çox şeydən başın çıxmalıdır. Yəni, fəlsəfədən müəyyən qədər biliyin olmalıdır, tarixdən bilməlisən və s. ki, deyək ki, öz nöqteyi nəzərindən deyirəm, onun siyasi dəyərləndirməsini edə bilərsən. Və Çar Rusiyasının Hindistana gedən yolundan xəbərin olmalı. Bəli. Niyə görə Rus dilli elita yetişdirirdi? Orxan bəy, doktor, biz belə qərara gəlirik ki, biz növbəti videomuzda, növbəti söhbətimizdə Axundov kimdir deyə sualına cavab axtaracağıq. Olur. Ümid edirəm ki, bu çətin bir yükün altından qalxa biləcək.